Salam əziz izləyicilər. Biz bugün bu bağçada elmi araşdırmadayıq. Əsas məsələ yəni qida vasitələrinin, fəlsəfi qida vasitələrinin təbiət tərəfindən hazırlanması və cəmiyyətə çatdırılmasıdır. Biz baxırıq ki, təbiət öz işini görür. Yəni bu tut ağacıdır. İlk qida vasitəsidir ki, birinci olaraq yaz mövsümündə demək öz kimyəvi tərkibi ilə insan orqanizmini qidalandırır, gücləndirir və onu mühafizə edir. İndi biz burada neçə gündür buradayıq, ancaq dünənki yenə təbiətə qarşı aparılan genetik müharibə və ekoloji müharibə, bax, fikir verirsiniz, bu qida vasitəsini bu günə qoydu. Fikir verirsiniz, bundan əvvəl də bu proses gedirdi. Mən neçə gündür buradayam, bu prosesi izləyirəm. Yəni, fikir verirsiniz, bu ağac, meyvə, yəni tut ağacı elə bir ağacdır ki, o meyvəsi yetişməyincə meyvəni yerə buraxmır. Ancaq biz nəzər salsaq indi yerdəki, yerə tökülmüş bu qida vasitələrinə baxarıq ki, hamısı kaldır. Görən nə səbəbdən bunlar tökülür? Bax, bu məsələ məni maraqlandırır. Bunlar demək olar ki, möhkəm ekoloji müharibəyə məruz qalıblar. Yəni nədir? Genetik müharibəyə məruz qalıblar. Yəni bu nədir? Görürsünüz, biz orada polietilenovu klyonka sərmişik. Həmən orada ona görə ki, ağacın üstündəki meyvələrdən də götürürük, altdakı meyvələrdən də onları yəni qarşılıqlı olaraq yoxluyuruq. Və kimyəvi tərkibin hasında daha çox zədələndik. Əlbəttə, tökülən meyvələrin tərkibində kimyəvi tərkib demək olar ki, yüksək səviyyədə zədələnir. Demək, bildiyimiz kimi tutun tərkibində spirt olduğu üçün o spirtin hesabına demək qalır. Spirtin hesabına qalır. Ancaq meyvə öz-özlüyündən sanki gilə hissəsindən, saplaq hissəsindən elə bil ki, saplaq hissədən elə bil gilə hissə birlikdə qopur düşür öz-özünə. Çox maraqlıdır. Mən də bunu araşdırıram. Neçə illərdir bunun üstündə işləyirəm. Və belə nəticəyə gəlirəm ki, bu ya müəyyən bir qurğular vasitəsilə, fövqəladə halların qurğuları ki var, yəni suni külək yaradırlar, suni qar, suni sel, suni yağış, suni yıldırım. Bəzən bu qurğular vasitəsilə bu həyata keçirilir. Bəzən isə lazer nodarlar vasitəsilə. Məsəl üçün, dünən ayın 24-ü mayda axşam saat 6 iradələrində, 6-15 iradələrində, haradasa 6-da başladı, 7-yə kimi demək olar ki, möhkəm şimşək, möhkəm ildırım, möhkəm demək olar leysan yağdı. Bax, ona görə də bizim qida vasitəmiz olan tut bu vəziyyətə gətirildi. İndi mən bəzi kənd sakinlərindən də görüşdüm və onlar da bu şikayət elədilər ki, həqiqətən onlarda da onların da həyatında bu proseslər gedir və mənə öz iradlarını bildirdilər. Dedilər ki, Naz xanım, meyvəni yeyirik, boğazımızda ağrı əmələ gəlir və qarın nahiyəmizdə sancı başlayır. Nədən ola bilər?
Mən dedim ki, yağış suyunda mikrop var. Ola bilsin ki, lazerini udardı və yaxud da müəyyən qurğular vasitəsilə buludun yaradılması, o buludun da tərkibində müəyyən virusların, mikrobların, bakteriyaların yaranması və sonra isə yağış vasitəsilə qida vasitələrinin üzərinə hoppasıdır. Mən onlara məsləhət verdim ki, qətiyyən yuyulmamış təmiz suyla çalışın ki, axar su olmasın. Çünki əgər o mikrop varsa buludda, o axar suya da töküləcək. Çalışın bu təmiz suyla həmən meyvələri yuyun. Əgər təmiz su yoxdursa, o zaman çalışın axar suyunu qaynadıb, sonra qaynamış suyla soyudursunuz. Qaynamış suyu sonra həmən suyla çalışın o meyvələri yuyun və qəbul edin. Yəni, bax, bizim qida vasitələrimiz bugün bu vəziyyətdədir. Dünənki ekoloji müharibəni mən izlədim. Yəni, burada udarlar idi, lazerini udarlar idi, müəyyən qurğular vasitəsilə olan udarlar idi. Bu udarlar bizə demək olar ki, şimaldan, qərbdən, qərbdə də bildiyimiz kimi Türkiyədir, Ermənistandır, cənubdan, İran tərəfdən, İran istiqamətindən və şimaldan Rusiya istiqamətindən bizə möhkəm udarlar yağdırılırdı və bunun sahəsində möhkəm ildırım, şimşək və leysan yağış müşahidə olunurdu. Və nəticədə də fikir verirsiniz, qida vasitələri görürsünüz nə gündədir. Bunlar xəstədirlər, bunları istifadə eləməyə də dəyməz. Fikir verirsiniz, qaralıb, yanıb, elə başındakən bunlar bax bu vəziyyətə düşüb. Yəni bunlar da bax, qabaq tut ağacını döyərdilər ağaçla, tut tökülməzdi. İndi isə əl dəyməmiş tut demək olar ki, öz-özünə tökülür. Görürsünüz, gözəl meyvədir, qəşəng meyvədir, ancaq heyf, çox heyflər olsun ki, demək, təbiətə qarşı bu cür üsyan aparırlar. Bu, həm də demək olar ki, kütləvi zəhərlənmə prosesidir. Mən bunu deyirəm, neçə illərdir, yenə də davam edirəm deməyi. Bu ekoloji müharibəni və bu genetik müharibəni dayandırın. Bu fəlsəfi varlıqlara qarşı bu cür amansız davranmayın. Təbiət bizim qida obyektimizdir. Təbiətə qarşı bu cür qəddar rəftar eləmək bizi yaradan heç vaxt bağışlamayacaq. Bunun sonu var. Mən sizə bunu bir alim kimi deyirəm, bir mütəxəssis kimi deyirəm. Yəni, Allahın da səbri var. Çox genişdir Allahın səbri. Ancaq təbiətə qarşı kim Allahın işinə əl qoyur, Allah onun əllərini qırar. Onun bəbəyini kör eləyər. Onun beynini itirər. Təbiətlə zarafat eləməyin. Təbiət biz cəmiyyətin yaşaması üçündür. Bütün canlıların yaşaması üçündür. Təbiəti bugün, bax, bu cür amansız vəziyyətə qoymaq, qəddarcasına, bunlara mən ancaq bilirsiniz nə deyərəm, bunlar insan deyirlər. İnsan deyirlər bunlar. İnsan bu cür onu qidalandıran bir obyektə qarşı bu cür amansız olmaz. Mən nə məsləhət bilirəm vətəndaşlarımıza, millətimizə, ehtiyatlı olsunlar, özlərini qorusunlar. Yəni, kütləvi zəhərlənmə prosesi gedir Azərbaycanda. Mən digər ölkələrə çıxa bilmirəm. Qabaq bir neçə il bundan öncə gedirdim. Belə bir prosesi görəndə gedib Gürcüstanda da izləyirdim, Türkiyədə də izləyirdim. Gedib İranla sərhəddə, İrana keçmirdim. Mən həmişə İran mənim üçün ən təhlükəli ölkədir. Çox təhlükəli ölkədir. Yəni, ora mənim üçün elə bil ki, erməni yuvasıdır. Ona görə mən heç vaxt ora
getmirdim. Ona görə sərhəddən, yəni Astara, Azərbaycan Astarası tərəfdən mən müəyyən müşahidələrimi aparırdım. Ancaq bu günləri mən görürəm ki, günü-gündən pisləşir, daha da aqressivləşir bu təbiətə qarşı olan amansız proses. Bu prosesi kimlər aparır, aydındır. Azərbaycan millətini kütləvi zəhərlənmə prosesinə vədar eləyən əlbəttə ki, bizim bildiyimiz kimi bir tərəfdən Rusiya, bir tərəfdən İran, bir tərəfdən Ermənistan, bir tərəfdə də Türkiyədə yerləşən ermənilər, Gürcüstanda yerləşən ermənilər demək aqressiv, təbiətə qarşı aqressiv bir proses həyata keçirirlər. Bu da belə olmaz. Allah bunu qəbul eləməyəcək. Mən sizə bir alim kimi deyirəm, bunun sonu var. Gözləyək inşallah. Və bütün vətəndaşlarımıza müraciət edirəm, özünüzü qoruyun, qidanıza fikir verin. Bizi bu günləri artıq müharibə Qarabağda dayansa da, bizdə bu günləri massivi atravleniya nasileniya, yəni kütləvi zəhərlənmə prosesi. Yəni cəmiyyətin kütləvi zəhərlənmə prosesi, millətimizin kütləvi zəhərlənmə prosesi bugün həyata keçirilir. Qida vasitələri vasitəsilə özünüzü qoruyun. Özünüzü qoruyun. Çalışın, qaynamış su istifadə edin, meyvələri qaynamış su ilə yuyun və özünüzü qoruyun. Allaha əmanət olun.